Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə tez bazar hazırlayıb nuş edə biləcəyiniz çox ləzzətli, bol vitaminli kahı salatı resepti paylaşacağım. Salatı hazırlamaq üçün əvvəlcə yarım dəstə kişniş, yarım dəstə şüd və yarım dəstə soğanı orta ölçüdə doğrayıram. Zövqünüzə uyğun olaraq göyərtinin miqdarını artırıb azalda bilərsiniz. Çox xırda doğramağa ehtiyac yoxdur, ağızda bilinəndə daha dadlı olur. Doğradığım göyərtiləri salata hazırlayacağım iri bir qaba boşaltıb hələlik kənara qoydum. 2 ədəd kahını gördüyünüz formada bıçaqla doğrayacağım. İstərseniz siz əlinizlə də xırdalaya bilərsiniz. Rahat doğramaq üçün əvvəlcə baş hissəsini kəsdim, sonra yarpaqlarını gördüyünüz formada üst-üstə yığıb bu şəkildə orta ölçüdə doğradım. Mayonezli salat olduğu üçün kahını çox xırda doğramağa ehtiyac yoxdur. Çünki mayonezin içində formasını itirəcək. Onu da qaba əlavə etdim. Əvvəlcədən qaynatdığım 3 ədəd yumurtanı da orta ölçüdə doğrayıram. 2 yumurtanı ağlı sarılı olmaqla doğradım. Birini isə sarısını ayırıb yalnızca ağını salata qatacağam. Eynilə əvvəlcədən qaynatdığım 2 ədəd kartofu da kub şəklində orta ölçüdə doğrayıram. İstərsəniz kartofun qabığını soyub doğrayıb daha sonra da qaynada bilərsiniz. Yumuşaqlığını da göstərim, çox yumuşaq bişirməyə ehtiyac yoxdur. Bu şəkildə olsa kifayətdir. Kartofu da qaba əlavə edib son olaraq üzərinə 150 qram qarğıdalı konservası əlavə etdim və duz istiot tökərək qarışdırıram. Qeyd etdiyim kimi ərzaqların miqdarı, duzu, istiotu tamamilə zövqünüzə uyğun olaraq dəyişə bilər. 2 qaşığın köməyi ilə çox az qarışdırıb, sonra üzərinə 4 yemək qaşığı qədər mayonez əlavə edib, təkrardan yaxşıca qarışdırdım. Bu qədər artıq salat hazırdır. Salatı çox gözlətməyə ehtiyac yoxdur. Hazır olan kimi süfrəyə vermək olar və gördüyünüz kimi qarışdırdıqca salatın miqdarı azalır. Ona görə geniş qabdan istifadə etmək lazımdır ki, qarışdıran zaman sizə mane olmasın. Çox dadlı salatdır, doyumludur, həm də yüngüldür. Hazırlamağınızı tövsiyə edirəm. Möhtəşəm bir dadı var. Əminəm ki, siz də bəyənəcəksiniz. Şah salatının müxtəlif formaları var. Bəs siz şah salatını necə hazırlayırsınız? Rəylər bölməsində bizimlə də paylaşsanız sevinərəm. Bu qədər dəyərli izləyicilər, videonu bəyəndinizsə, bəyən düyməsinə basıb, kiçik də olsa rəylərinizi yazmağı unutmayın. Kanala abunə deyilsinizsə, abunə olub qoyduğum videolardan dərhal xəbərdar ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Allah'a əmanət olun.